mənim balama şəhidlik statusu verilmir, ay cəmaət. Onların pulu da başına dəysin. İyunun 1-də sərhəd xidmətində vəfat edən 2 ayın əsgəri Natiq Məmmədovun ailəsi sosial mediada öz kədərlərini ifadə etməklə yanaşı, həm də ona status verilməməsindən narazılıq eləyirdi. Mən heç nə istəmirəm. Mənim sadəcə uşağım başqasına yazılsın ki, şəhid olub bu uşaq. Bu uşaq şəhid olub. Bu uşaq hərbi xidmət vəzifəsini yerinə yetirəndə olub. Natiq Məmmədovun səhhətində yaranmış problem zamanı hərbi hospitalda həyatını itirdiyi bildirilir. Amma onun ölüm səbəbləri ilə bağlı detallı rəsmi məlumat yoxdur. Qanuna görə sözü gedən status hərbi vəzifəsini icra edərkən həyatını itirənlərə verilməlidir. Amma ehtiyatlı olan polkovnik Üzeyir Cəfərovun fikrincə, statusun əhatə etdiyi şəxslərin dairəsi genişləndirilməli, intihardan savayı hərbi xidmətdə həyatını itirən bütün şəxslərə bu status verilməlidir. Necə olur ki, Nağdaranda vəzifə borcunu yerinə yetirən polisə, Gəncədə həlak olan polisə şəhidlik adı verilir. Vətənə xidməti zamanı həyatını itirmiş hər bir əskər, çavuş, gizir, bunlar şəhiddirlər. Bunlar şəhidliyi ona görə vermirlər ki, şəhid ailəsinə prezidentin təqaüdü verilməlidir, müavinət verilməlidir, mənzil məsələsi var. Bizdə hər şeyi maddiyyata çeviriblər. Üzeyir Cəfərov hökumətin belə statusu məhdud sayda verməsini büdcəyə qənaət istəyi ilə əlaqələndirir. Xəzər Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Məmmədov deyir ki, sözü gedən status hətta ölümünün səbəbi intihar kimi göstərilənlərə də verilməlidir. Bu insan mülki həyatda, yəni hər hansı bir ölümlə rastlaşmaya bilərdi. Amma o hərbi xidmətin çətinliklərinə görə, hərbi xidmətin ona yaratdığı problemlərə görə yəni belə bir hadisə ilə üzləşib, əlbəttə ki, mütləq burada dövlətin, hakimiyyətin, ümumiyyətlə qanunvericiliyin ortada qoyduğu məsuliyyət var. Yəni həmin şəxsə mütləq şəhid statusu verilməlidir. Yəni bu bir məsələ var ki, hər bir vətəndaşın vətən qarşısında borcu məsələsi. Yəni bax bu məsələdə vətənin, yəni dövlətin vətəndaş qarşısında borcundan söhbət gedir. Mütləq şəhid statusu verilməlidir. Sözü gedən status əsasında ailələrə 11.000 manat bir dəfəlik sığorta ödənişi, 3.000 manat dəfn xərci, aylıq 700 manat prezident təqaüdü, 140 manat aylıq müavinət ödənilir. Mənzil, təhsil və digər sosial təminat hüquqları var. Parlamentin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc status verilərkən büdcəyə qənaət kimi məsələlərin nəzərə alındığını düşünmür. Amma onun fikrincə status verilərkən konkret hallara fərq də qoyulmalıdır. Torpaqlarımızın azadlığında mühüm rol oynayan bu şəhidlərimiz indiki halda ən adi bir şəraitdə həyatını itirən insanlarla eyni bir hüquqi statusunun daşınması mənəvi, psixoloji və s. kimi də müzakirələrə yol açacaq. Əgər hərbçi döyüş bölgəsində olmasa da, məsələn qəza şəraitində partlayış baş verib, mina hadisəsi olub. Burada xidməti araşdırmalar aparılır. Müvafiq məhkəmə qərarları ekspertizasının nəticəsində şəhid statusunun verilməsi halları mövcuddur. Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə hesab edir ki, bütün hallarda statusla bağlı qanunvericiliyə yenidən baxılmasına ciddi ehtiyac var.